Görürsünüz. Allah. Allah seni yaxşı yedirir. Salam Mələkçi. Hoş gəlmişsin. Hoş geldin. Bayramı mübarək olsun. Həmişə belə. Ata, bəs mən bir şey Abi çəkəcəm. Sen çok sinirlisin. Sen oradan atlarsın. Seven netin yiyip yayınıdır. Yadındadır. Ha, bak hemen şeyinde olacak. Ora bak ora. Ora bak. Tək olmasa hər şey cəhənnəm. Sənin o qədər dəvəti yemişik ki. İkimiz Qalxmazın dəvətinin nətin. İkimiz asacağız ama sen de benimle. Ha, o kimi. İkimiz olar. Gələn yoldaşlar xoş gəlir. Sahib müəllim, Mirzə müəllim, xoş gəlmişsiniz. Bayramlarınız mübarək olsun. Rəhbərçi. Qədəmləriniz nurlu olsun. İllər boyu belə bayramlar açaq. İlk növbədə inşallah Allah'ın köməkliyi ilə öz yerimizdə. Neçə ki buradayıq, burada da xoşdur. Buyurun, xahiş edin, yaxın gəlin. Mən kimə verməm? Seçeniniz olur. Ben son axtarımda epizodlar qaçır. Dışarıda çıxda var. Buradan Sağ müəllim, sizə oturmaq yoxdur, sizə ayaq üstə durmağı demişik. Biraz elə bacanaqlar şirin olur, Allah hamını mehriban eləsin. Arif, arxada deyil, sahib müəllim gəlmək istəmir. Səhər-səhər ha, qoy çatırım da nə? Çatmışsın, sağ ol. Bayramınız mübarək, buyurun, xoş gəlmişsiniz, ürək sözləriniz. Yo, haberdə çıxmışdı. İndi başlayırıq. Haberdə çıxmışdı. İndi başlayırıq. Saat 2'ye kimi, gecə 2'ye kimi davam edirik. Yani gece buradayız. Baba, ay baba, qadan qala bizə də verirsiniz. Çünki siz olan yerdə. Mən demişəm söz. Xeyirdanı verimsin. Mən həmişə hər yerdə deyirəm ki, bu bütün şərq dünyasında ictimai fikrin formalaşmasıdır. Dini qoyuram kənara, çələblərin çox böyük rol olub. Hətta xaqanlar, xanlar, bəylər, hökümdarlar onlarla hesablaşırlar. Bəs bizim ağzımız nədə hesablaşmıyor? Mənim əzizlərim, vallah, bax bu saat, bu dəm, yağmağa hazır bulud kimiyəm. Elə Mirzə kimi bir söz adamı böğürdən bir kərə, kim eləsə bəlkə də ağlayaram. Allah ağlatmasın. Bilirsiniz, bu mağarı görəndə, bu yığıncağı görəndə, mənim yurt yuvalı, 50 ovalı günlərim gəlib gözümün qabağından keçdi. Yadımdadır. Cavanlara demirəm, yaşlıların hamısının yadımdadır. Şahbəllidə biz bu bayramı necə keçirərdik? Hətta qonşu kəndlərdən, qonşu rayonlardan axışıb bizim tədbirə gələrdilər. İlahi, dünyanın ondan nə qədər gözəl vaxtlarıydı. Onun adamı elə gəlirdi ki, daşdan, qayadan da, tozdan, torpaqdan da məhəbbət ələnir, sevgi ələnir, insanlara bir-birinə qayıq sənənir. Onda hər şeydə, hər münasibətdə bir bakirəlik vardı, bir təmizlik vardı. Heyf, Tərbiz. Tərbiz, mən bugün sənə ona görə minnətdaram ki, sən bizim az qala unutmağa başladığımız, az qala yadımızdan çıxartmağa başladığımız bir el adətin gətirib biləsvara çıxar.
ki bugün indi burada olanlar da, məndən sonra olanlar da hamısı sənin bu əməyi qiymətləndirəcəklər. Novruz bir çox tarixçilər müxtəlif aspektlərdən yanaşıblar. Gah dinlə bağlayıblar, nə bilim, gah başqa əlamətlərlə bağlayıblar. Novruz İslam dinindən çox qabaq mövcud olub. Novruz təzə gün deməkdir, təzə ilin başlanğıcı deməkdir. Və bu bayram o qədər xalqın, millətin əhval-ruhiyyəsi ilə uzlaşıb ki, İslam dini ilə çulğaşıb. Bir çox müqəddəslər, o cümlədən Həzrət Əlinin taxta çıxmağı da elə bu günə təsadüf edir. Mənim ən ümdəm, ən böyük arzum, diləyim, niyyətim odur ki, Allah Teala o günü bizə qismət eləsin ki, növbəti Novruz bayramını öz yurdumuzda, yuvamızda, əldən çıxarılmış obalarda qeyd edir. Dərviz üçün gənə sənə minnətdarlığımı təkrar bildirirəm. Sağ ol. Bizə buyur. Sahib müəllim, buyuram sən də yaxına gel. Sahib müəllim nə varsa dedi, açıqladı, doğrudan da belədir. Bu Azərbaycan xalqının ən qədim adətlərindən biridir. Nəinki Azərbaycan xalqının, bütün şərq dünyasının ən qədim adətlərindən biridir. Çünki biz adətimizi, ənənəmizi yaşadırıq. Dərz əlimdən tutar məni, vaxtsız əcəl tapar məni, gəl, özünlə apar məni, ucu dağlara dağlara. Bu şehir Sahib müəllimin şeirinə cavabdır. Sahib müəllim deyir ki, yurt həsrəti dağlar məni, vaxtsız əcəl haqlar məni, anam bozlar, ağlar məni, üzü dağlara dağlara. Ben Sahib müəllimin şeirinə cavab yazmışdım. Bahar burada mənə qışdı, söz söyledim, dil dolaştı, pişirim erişar baştı, düzü dağlara dağlara. Sahib müəllim deyir ki, bir bülbüləm dar qəfəsdə, neçim olar mən nəfəsdə, kaş baxaydı son nəfəsdə, gözüm dağlara dağlara. Bir günüdür, açdı anam, əcəl donun seçdi anam, dünya fani köçdü anam, üzü dağlara dağlara. Sahib müəllim deyir ki, dərd boşundu axın axın, mənzil uzaq, əcəl yaxın, ürəyimdən qopan ahın, közü dağlara dağlara. Yurt yağıya, yana qalsın, bax ay bizdə gözün dolsun, sərsiz oğlum fəda olsun, yüzü dağlara dağlara. Biz o yerlərin adamlarıyıq, o yurtların adamlarıyıq. Əlbəttə, xəstəlik də, onun ağrılar da təbiidir. Mən o yaxşı mənada, xəstə mənada demirəm, sağlam mənada, kimin ürəyi ağrımırsa, o insan deyil. Çünki insan ürəyi də ağrımalıdır, insan hər yerdə axı, biz insanız, daş deyilik, polat deyilik. Amma bu şoranlıq, bu
nətər deyərlər, bu yerlər bizim nə qədərə sıxsa da, ürəyimiz, yurdumuz, ay çərəbi, o yerlərlə bağlıdır. Mən sahibin arzularına qoşuluram, öz arzumda, buradakı hər bir insanın arzularına qoşularaq arz edirəm ki, gələcək bayramlarımız, xoş günlərimiz tezliklə vətən torpaqlarında olsun. O yurt, o yuva bizə hər yerdən əzizdir. Çox sağ olun, çox var olun. O Novruzunu, o Novruz bayramını təbrik edirəm. Və o Novruz bayramı ki bugün qürbətdə keçir, ona bir təzəlik qatan, yəni Novruz təzə il deməkdir, yazın gəlişi deməkdir. Sahib müəllimlə Mirzə müəllim bax bu məclisə o təzəliyi gətirdi. Amma o təzəliklə bizi bir daha kövrətdi, bir daha yurda döndərdi. Bizim o yaralarımızı oydu. Hər bir kəs xoşbəxtdir, qoy xoşbəxt olsun. Xanəndə də xoşbəxtdir, çoban da xoşbəxtdir, sürücü də xoşbəxtdir. Ancaq ən gözəl insan, ən xoşbəxt insan odur ki, o xoşbəxtliyi öz zəkası ilə, öz ürək ağralı ilə, o qara mürəkkəblə kağıza köçürür, sözə çevirir. Elə bir insandır ki, elə bir varlıqdır ki, o tarixin yaddaşına həkk olub. Və onun ürəyi Azərbaycan boydadır. O taylı, bu taylı, qəribli və o yurt həsrətini yaşayan bir insandır. Orada sahib müəllim deyir, ay Məhəmməd müəllim, ay yurdum, nə baxsa sənin yanına dərdimi paltar tək geyib gedəcəm. Son dəfə sürünü çəkən quşlar tək vallah bir vida nəğməsi deyib gedəcəm. Oxşamır qəlbimi baharda, bərdə, keçdi ömrü günüm qəmdə, qəhərdə. Bir anam boylanır daşdan şəhərdə. Mən onun qəbrinə dəyib gedəcəm. Ay Hacı Qaramanım, ay ziyaratım, ay dirli qurbanım, ay maza nənəm. Mən səni deyib gedəcəm. Mən də sahib müəllimin şeirlərinə, Mirzə müəllimin şeirlərinə ifa edeyim. Allah sizi var eləsin. Ayın saçlarını yola fəsliyə, ilin saçlarını yola fəsliyə, payda yanını qışa tutmuşam. Bezib taleyimin dönüklüyündən, bezib taleyimin dönüklüyündən, dönüp taleyimi daşa tutmuşam. Ay canım Ay Şahvəllim, ay dağdımasım, ay çərəkənim, ay papım, ay şqalağım, ay tillim, ay qavşuzum, ay qumlağım. Mən sənin hayına gəlib yetəcəm, yoxsan olub çöllərində bitəcəm. Sevincin içində itib batacam, kədəri dərman kimi, həp kimi
Yeyib gedəcəm, ay yurdum, ay Qaramanım. Vallah mən səni deyib gedəcəm. Ümitçilikləri pərən-pərəndi, ümitçilikləri pərən-pərəndi, sevin uzaq düşüb bilməm nədəndir. Mənim dağlı yerim Xudafərindir balam, onunla bir sanı qoşa tutmuşam. Ay Məhəmməd müəllim, Xudafərinin ayağından axan o sular heç olmasa arazından gəlir bizim birliklərimizi becərir. Biz o bulaqlara həsrət qalsaq da belə vətənin suları, bəlkə də onun içərisindəki o bir damla torpaq bitkiyə hopur, biz ondan qidalanırıq. Kölgəsində dayandığımız ağaçlar ondan bəhrələnir. Salam mənim xan arazım, sənsiz ömrüm nəyə lazım? Qan ağlayır burada yazım. Ay sahib müəllim, dərd sinəni deşirmi heç? Gəyən həsrət deyil ata. Xan Çınar, heç olmasa sən baş əymə yada. Daş göyləkli tuma sata, qaşlarını çatırmı heç? Sevdim boz çöl yaşıl çəməni, sevdilər boz çöl yaşıl çəməni, baxdım camalına, unuttum qəmini. Tollayıb bu dünyaya aldatdılar, vallah, vallah bu dünyadan küsmüşəm, daha küsmüşəm. Ulu Tanrım, ay Mirzə müəllim, verə aman, görüşməyə ola güman. Haqq evim ay Məhəmməd, Hacı Qaraman, bizdən gilə yedirmi heç? Göv yüküm dünyanın şərəsiymiş, yük yeri ya dəldə solasıymış. Bu tərəf fələyin tələsiymiş, vallah bu dünyadan küsmüşəm daha. Əslində qalsan mənim şeirlərimi sən məndən yaxşı bilirsən. Mən əsərin onlar əzbər bilmirəm. Vallahi yana bayaq sözümə qayıdıram. Yaman kövrəlmişəm, yaman dolmuşam. Elə bir ki, hamilə bulutlar olur, bir himə bənd olur ki, yağsın, tökülsün. Bu məclis bu yığıncaq məni yenə qaytardı doğma yurda. Hansı ki, ayaqyalın başası gəldiyim yurda. Qarğı at minib aya ulduza çaxdığım yurda. Ağıl oğlu istəyirəm sana bir ağırlı bir şey deyim. Dərdi büküm yığıb saxlayıb, acını həmişə gül tək qoxlayıb. Gör özü özünü necə dağlayıb, mənim ürəyimin anası ölsün. Həm bəri sirkinin göyşəyin dərdi, ağacım, torpağım, çiçəyin dərdi, vədəsiz saralan ləşəyin dərdi, mənim ürəyimin anası ölsün. Gözəllər gözündə yaş duydu onu, bahar yandan ötdü, qış duydu onu.
Dostlar anlamadı. Daş duydu onu. Benim yüreğimin anası ölsün. Söykənib sevincə nəşə dadmayıb. Ömrümə xoş günlü biri salmayıb. Onda ürəklikdən bir şey qalmayıb. Mənim ürəyimin anası ölsün. Vallahi mən şahbəlli də olsaydım belə şeir yazmazdım. Allah heç vaxt bizə deməsin ki, dedirtməsin ki, mənim ürəyimin anası ölsün. Mən yenə deyirəm, Pərviz, sana çox minnətdar oldum. Sağ ol. Ay bizim vətənsin gözü qanarlar. Ay, mənə. Bizim vətənsin gözü qanarlar. Sevmiş damladan qəm qatar qatar. Dünyanın dönəlini tutan insanlar vallah. Vallah bu dünyada küsmüşəm. Ay aman ay canım ay müəllim, o yurt yerler adamın yadına düşəndə çox şeyler düşür. Talehi, qisməti nəsə dönübdür. Bir şirin xəyala səsə dönübdür. Bəxtəvər günlərim yasa dönübdür. Gecələr yuxuda bir kənd görürəm. Səmtimi, yönümü azıb gəlmişəm. Qoynumda qabrımı qazıb gəlmişəm. Gecələr yuxuda bir kənd görürəm. Namərdin yanını çıraq sönsün. Namərdin yanının çırağı sönsün. Dürüst ağlımızda kendi çadırda. Kiminin qədri gər kədər aydı. Kimi yaşam səhərdən çadırda balam ey. Dert qoşundu, təhlənmişəm ay aman. Allah, ay sahibi, benim birden ağlıma bir şey gelir, birden gelir. İndi ne tər şöhrettinsə, ne tər məni özümden aldınsa, böyle xəyalımda ancaq o kəndlər, o yerler, o yurt yerleri kalır. İndi dert qoşundu, təhlənmişəm ay aman. Geceler yuxuda bir kənd görürəm. Bu dert qoşun kimi insanın üstüne gələndə, insan hamımıza aydındır. Bayaq sən maşında dedin ki, bu nədəndir? Mən hər gecə axı yuxumda gedirəm o yerlərə. İndi ay tabiz ki, valla mən biraz da doğrusun axtarsam, deyirdim ki, neyse getmək istəmirəm. Niyə getmək istəmirəm? Onun da səbəbləri vardır. Ona göre yoktur. El adam kövrəlir, adam bir səhər olur. Amma lazımdır. Sağ ol. Bizi bir anlık da olsa özümüze qaytardı. Ne bileyim, böyle yurda qayıtdık, vətənə getdik. Ben günüz oluram, sərbəst adam. Həmişə deyirəm, bunlara deyirəm. Deyirəm Məhəmməd, birdən elə biləsən ki, psixikam dəyişib. Birdən gecənin bir vaxtı dururam, ən təzə paltarımı geyinirəm, otururam, elə bilsən kimsə gözləyirəm. Belə, bayram necə oldu? Vətənə
bir daha bayramınız mübarək olsun. Bəli, biz bax bu anları yaşamasaq, yaşatmağı bacarmasaq, bugün vallah mən bəzi hallarda deyirəm, uşaqlara da zarafatla deyirəm ki, bir yaxın gəlin, bayaqlar Tərbiz dayı orada şah üçün orada fafaq tikir, nə bilim lələk qoyur, güzgü taxır. Uşaqlar deyirəm, yaxın durumda böyün var, sabah yoxdur, bu ilahinin qismətidir. Yəni, bax o anı biz yaşadıq. Gəlin indi də, bax elə o gündə olaq, elə hesab eləyin ki, biz Şahvəllidiyik, biz Cəbraildiyik, Novruz əhval ruhiyyəsindəyik. Qoy Mikail davam eləsin, o qayda qanunlarımız bir daha burada təzahür olunsun, asılan asılsın, söz deyən desin, oynayan da oynasın. Bir daha bayramımız mübarək olsun. Mikail, bizə dəqiqə bir məlumat vermək istəyirəm. Mən xəstəxanadan çıxandan sonra elə bilirdim ki, ölüm mələyi başımın üstündədir, saat mənə aparacaq. Tez tələsik kəndimiz haqqında bir poema yazmışdım. O da mənim axırıncı kitabımda. Talihim də ölüb, tanrım orada gedib. Sonralar kitabı vərəqləyəndə gördüm ki, kəndimdən çox adamların adı düşməyib bura. Hətta bir dəfə Kazım müəllimi hamınız tanıyırsınız. Kitab çıxandan sonra gəldi bizim evə, gördüm dolub. Kazım nə olub? Dedi Ayşəhət müəllim, Şahvəllidə bütün axsaqqalların adını çəkmişəm, mənim babam Feyzullahın adını çəkməmişəm. Mən o iradları nəzərə alıb, həmin poemanı təzədən işləmişəm. Çalışmışam ki, kəndimdən, kəsəyimdən, ovamdan heç kimin adı qalmasın. Yəni, əsas axsaqqallarım. Və bu yaxınlarda onu ayrıca kitab şəklində buraxacam. Çalışacağım ki, Əhmədlidə, Şahvəllidə, hər evdə o kitabdan olsun. Hər evə o kitabı özüm göndərəcəm. Əvvəlki nəşirdə, əvvəlki kitabda kimin adı düşməyibsə, onlardan da üzr istəyirəm. Sağ ol, sağ ol, sağ ol, Arıma. Sayın müəllim, çox sağ olun, çox var olun. Sizin bugünkü bura gəlişiniz, bu çıxışınız, bu sözləriniz bizim hər birimizin ürəyincə oldu. Allah sizi var eləsin. Sizin kitabınızı da az çox yəqin oxuyanlarımız da var. Ondan nəticə çıxardanlarımız da var. O sözləri özümüzə götürənlərimiz də var. Bir daha var olun. Sizin kitablarınızdan mən əksər şeyi bilirəm. Yəni, axşam da ondan bir misra demişəm, indi tək bir misra deyəcəm, o uşaqlıq çağlarınıza görə. Sən də mən başlamada olmuşam. Sayın müəllim yoldaşlar, yazır ki, bəlkə də ona oxumayanlarımız var. Axırıncı bir dənə bənd deyəcəm. O xoşbəxt günlərim necə də uzaq. İndi arzularam, hay uşaq sayaq. Bax, bu sahibsə olaydı bir körpə uşaq. Ana qayğısına bələnəydi kaş. Sayın müəllim, çox sağ ol. Çox var olun. Hamı sizə minnətdarım. Bir xahişimiz odur ki, bizim şahın sizə bir balaca hədiyəsi var. Onu verəcəyik, bir də siz oynayasınız. Sağ ol. Ola, bunu indi bu saat çəksin. Sayın müəllim, bu şey müəllimin aparat deyil, 40 gündən sonra şəkil verir. İndi havanı deyil oynayasın. Havanı deyil oynayasın. Mən oynayacağım. Yox, yox oynayasınız. Həzrətləri var yani. Sayın müəllim, sen de oynayasın, mən də oynayacağım. Burada ikinci söz yox. Başım var olsun. Yaqin ki, ağır abi. Şərabanı. Şərabanı.
şey gelir, birden gelir. İndi ne tər şöhrətdinsə, ne tər məni özümden aldınsa, belə xəyalımda ancaq o kəndlər, o yerlər, o yurt yerləri qalır. İndi dərd qoşundur, təhləmiş ama yaman. Gecələr yuxuda bir kənd görürəm. Bu dərd qoşun kimi insanın üstüne gələndə, insan hamıza aydındır. Bəyəklər maşında dedim ki, bu nədəndir? Mən hər gecə axı yuxumda gedirəm o yerlərə. İndi ay təbriz ki, valla mən biraz da doğrusunu axtarsam, deyirdim ki, neyse getmək istəmirəm. Niyə getmək istəmirəm? Onun da səbəbləri vardır. Ona görə yoxdur. Elə adam kövrəlir, adam bir səhər olur. Amma lazımdır. Sağ ol. Bizi bir anlıq da olsa özümüzə qaytardı. Ne bileyim, böyle yurda qayıtdıq, vətənə getdik. Ben günüz oluram, sərbəst adam. Həmişə deyirəm, bunlara deyirəm. Deyirəm Məhəmməd, birdən elə biləsən ki, psixikam dəyişib. Birdən gecənin bir vaxtı dururam, təzə paltarımı geyinirəm, otururam elə bilsən kimsə gözlüyürəm. Belə, bayram necə oldu? Bir daha bayramınız mübarek olsun. Bəli, biz bax bu anları yaşamasaq, yaşatmağı bacarmasaq, bugün vallah mən bəzi hallarda deyirəm, uşaqlara da zarafatla deyirəm ki, bir yaxın gəlin, bayaqlar Tərbiz dayı orada şah üçün orada papaq tikir, nə bilim lələk qoyur, güzgü taxır. Uşaqlar deyirəm, yaxın durumda böyün var, sabah yoxdur, bu ilahinin qismətidir. Yəni, bax o anı biz yaşadıq. Gəlin indi də, bax elə o gündə olaq, elə hesab eləyin ki, biz Şahvəlliyik, biz Cəbraildiyik, Novruz əhval ruhiyyəsindəyik. Qoy Mikail davam eləsin, o qayda qanunlarımız bir daha burada təzahür olunsun, asılan asılsın, söz deyən desin, oynayan da oynasın. Bir daha bayramımız mübarək olsun. Mikail, bizə dəqiqə bir məlumat vermək istəyirəm. Mən xəstəxanadan çıxandan sonra elə bilirdim ki, ölüm mələyi başımın üstündədir, saat mənə aparacaq. Tez tələsik kəndimiz haqqında bir poema yazmışdım. O da mənim axırıncı kitabımda. Talihim də ölüb tanrım orada gedib. Sonralar kitabı vərəqləyəndə gördüm ki, kəndimdən çox adamların adı düşməyib bura. Hətta bir dəfə Kazım müəllimi hamınız tanıyırsınız. Kitab çıxandan sonra gəldi bizim evə, gördüm dolub. Kazım nə olub? Dedi Aşağı müəllim, Şahvəllidə bütün axsaqqalların adını çəkmişəm, mənim babam Feyzullahın adını çəkməmişəm. Mən o iradları nəzərə alıb, həmin poemanı təzədən işləmişəm. Çalışmışam ki, kəndimdən, kəsəyimdən, ovamdan heç kimin adı qalmasın. Yəni, əsas axsaqqallarım. Və bu yaxınlarda onu ayrıca kitab şəklində buraxacam. Çalışacağım ki, Əhmədlidə, Şahvəllidə, hər evdə o kitabdan olsun. Hər evə o kitabı özüm göndərəcəm.
əvvəlki nəşrdə, əvvəlki kitabda kimin adı düşməyibsə, onlardan da üzr istəyirəm. Sağ ol. Sağ ol, Sayın abi, sağ ol. Barıma. Sayın müəllim, çox sağ olun, çox var olun. Sizin bugünkü bura gəlişiniz, bu çıxışınız, bu sözləriniz bizim hər birimizin ürəyincə oldu. Allah sizi var eləsin. Sizin kitabınızı da az çox yəqin oxuyanlarımız da var. Ondan nəticə çıxardanlarımız da var. O sözləri özümüzə götürənlərimiz də var. Bir daha var olun. Sizin kitablarınızdan mən əksər şey bilirəm. Yəni, axşam da ondan bir misra demişəm, indi tək bir misra deyəcəm, o uşaqlıq çağlarınıza görə. Sən də mən başlamada olmuşsun. Sayın müəllim yoldaşlar, yazır ki, bəlkə də onu oxumayanlarımız var. Axırıncı bir dənə bənd deyəcəm. O xoşbəxt günlərim necə də uzaq. İndi arzularam, hay uşaq sayaq. Bax, bu sahibsə olaydı bir körpə uşaq. Ana qayğısına bələnə dikər. Sayın müəllim, çox sağ ol. Çox var ol. Hamımız sizə minnətdarım. Bir xahişimiz odur ki, bizim şahın sizə bir balaca hədiyəsi var. Onu verəcəyik, bir də siz oynayasınız. Sağ ol. Ola, bunu indi bu saat çəksin. Sayın müəllim, bu şey müəllimin aparat deyil, 40 gündən sonra şəkil. İndi havanı deyil oynayasın. Havanı deyil oynayasın. Mən oynayacağım. Yok yok oynayacaksınız. Hədiyətləri var yani. Sayın müəllim, sen de oynayacaksan ben de oynayacağım. Burada ikinci özü yok. Başım var olsun. Yaqı çağır abi. Abi şarabanı. Şarabanı.
Kime